Necəsiz dostlar, keyfiniz, əhvalınız? Bu günləri Şatoru şəhərindəyik. Evə qayıdıram. İş bitdi, imtahan bitdi. Və indi keçən dəfəki hekayənin ardını danışacağam. Yenə də keçən dəfəki kimi kameranı elə qoyacağam ki, düşməsin və sadəcə yolu görəsiniz siz. Məni görməsəniz də olar. Deməli, bunu prosto elə eləyək ki, nə şiş yansın, nə kebab. Bu fasonda. Deməli, belə qoyacağıq. Belə yaxşıdır. Yaxşı vizyo. Və indi, səs də eşidilir. Evin adresini yazaq. Vaxt elə gedir ki, vallahi. Yaxşı. Getdik yavaş-yavaş. Çıxış üçün soldan gedəcəyik. Soldan gəlmişik. Soldan da gedəcəyik də. Qapı indi açılacaq. Tamam. İnternet yoxdur deyəsən, ona görə tam şey deyə bilmir. Riglov qalaya bilmir. 2 saata çatacaq, təsəvvür edin. Buradan keçəcəyik də. Tamam, səhv getdik. Buradan keçməyə yol yoxdur. Buralardan çıxaq, sonra Allah qoysa danışacağım. Hekayənin ardı gələcəkdir bu günləri. Yaxşı, buradan belə gedirik. Düz gedəcəyik. Açıqını yaddan çıxartmışam. Açıqını yaddan çıxartmağım biraz pis oldu. Yaxşı. Yox, indi düz gedirik. Şatoru şəhərinin içərisini görmüş olursunuz. Ümid edirəm kamera yaxşı çəkir, çünki bu maşının aynasını tam silə bilmədim, təmizləyə bilmədim. Yaxşı, demək indi mən sizə hekayənin ardını danışacağam. 2000 neçənci ildir? 2015-ci ildir. Və dedim ki, heç bir qapıdan işıq gəlmir. Mənim deməli təqaüdüm bitir. Və mən təqaüd üçün, yeni bir təqaüd üçün müraciət eləmişdim. Orada qalmışdıq. Bu hissəni qısa keçəcəm. Təqaüddən cavab gəldi mənə. Təqaüddən cavab gəldi və mənə dedilər ki, bəs siz kriteriyalara uyğunsuz, onun üçün də sizə təqaüd verəcək dedilər. Hardasa nə vaxt idi? Deyəsən, aprel ayı idi da. Bu məsələlər olanda aprel ayı idi hardasa. Tamam, demək buradan dönəcəyik. Sonra belə keçəcəyik.
Ondan sonra nə edəcək? O qəribə bir kruqdur. Kruqu mən açığı tam tuta bilmədim. Yaxşı, buradan dönəcək. Bir dənə buradan çıxaq. Allah qalanı düzələcək. Buradan sağ-salamat çıxaq. Hə. Tamam. Biraz danışmağı kəsirəm, yola baxın. Mən də zaten yola konsantre olmuşam. Danışacağım, hamısını danışacağım. Şəhərin içini görmüş olursunuz. İnsanlar nə edir? Məsələn, buradakı dayı ya xaladı, dayıdır desin. Ayaqqabılarını təmizləyir sağ tərəfdə. Qarşıdakı cavanlar velosiped. Biri velosiped, biri... Aha, yaxşı, все. İnsanlara yol vermək lazımdır, özdə. Burada da yol verəndə asta-asta keçirlər, sağ ol falan da demirlər. Yaxşı. Üç kilometr. Tamam, bu 3 kilometr olduğu üçün qarşımızda 3 kilometr danışa bilərəm. Nəysə, hekayənin ardında dostlar belə oldu ki, təqaüddən mənə cavab gəldi. 615 avroluq bir təqaüd idi və açığı gözləmirdim də, amma son məqamda heç nəmə yazdılar ki, bəs təqaüddən sizə müsbət cavab veririk, təqaüdümü aldım, ondan sonra hər şey yağ kimi getməyə başladı. Magistraturaya başladım. Magistraturaya sentyabr 2015-ci ildə başladım və təqaüdümü almağa başladım. Ondan sonra artıq müsbət şeylər arxa-arxaya gəlməyə başladı. Həm magistratura içərisində CV-ni, niyyət məktubunu necə düzəltməyi öyrəndim. Get-gedə daha da professionallaşdım. Professionallaşdıqca da yenə işlərə müraciət elədim. Bir otel var idi. Həmin otelə çox tez-tez müraciət eləyirdim. Çünki tez-tez orada işçi axtarıldığını görürdüm. Gecə gözətçisi axtarırdılar. Gecə resepsionisti axtarırdılar. Ki tələbə axtarırdılar özdə. 5-ci və 6-cı günlər o resepsionist orada işləsin, gələn klientləri qəbul eləsin və s. vilaxır. Amma iş orasındaydı ki, mən o oteli gedib tapa bilmirdim. 3-4 dəfə CV-mi göndərmişdim. CV-mi belə deyim də poçtla göndərmişdim, amma otelin özünə getmək istəyirdim ki, birbaşa gedəndə adətən iş yerlərinə mən düşünürəm ki, iş tapmaq şansı daha çoxalır. Hə, sırf onun üçün o oteli axtarırdım, sırf ora getmək istəyirdim, amma tapa bilmirdim. Otelin yerini tapa bilmirdim. Günlərin bir günü oteldən mənə zəng gəldi ki, bəs sizin xasiyyətnamənizi biz almışıq və biz sizlə görüşmək istəyirik, dedilər. Biz sizlə intervyu eləmək istəyirik. Vaxtını dedilər. Onlar mənə zəng vuranda deyəsən oktyabr ayı idi. Və çox sevindim. Çünki bu qədər müraciətlərimin nəticəsində bir dənəsindən müsbət cavab gəldi. Bir dənəsindən müsbət cavab gəldi və bu mükəmməl bir şeydir.
Getdim, görüşmə yaxşı keçdi. Fransız dilimə çox güvənmirdim, amma oradakı xanım dedi ki, bəs sən yaxşı danışırsan, yaxşı alınacaqdı hər şey, qəşəng olacaqdı. Nəysə məni işə götürdü. İşə qəbul elədi. İşə qəbul elədikdən sonra da yanvar ayında mən işə başladım. Hə, dostlar, yanvar ayında mən işə başladım. İlk günlər o qədər də belə, nətə deyim də, asan deyildi mənim üçün. Çünki öyrənməli olduğum çox şey var idi. Orada, nə bilim, kassanı saymaq lazım idi. İnsanları qəbul eləmək lazım idi. İnsanlara xoş münasibət göstərmək lazım idi. Onların hamısı fərqli bacarıqlar idi ki, o bacarıqlar məndə yox idi. Çünki ilk təcrübəm idi. Təsəvvür edin ki, həyatımdakı ilk iş təcrübəsi sayılırdı o. Amma yavaş-yavaş öyrəndim. İşə necə gedirdim bəs indi sual verə bilərsiniz. Çünki iş yaşadığım yerdən 10 kilometr uzaqdaydı. İşə başlanğıcda avtobusla getməyə başladım. Amma belə bir məsələ var idi ki, avtobusların çıxış, qayıdış saatları elə idi ki, mən əgər o işə gedəcəkdimsə, gərək 1 saat əvvəlcədən gedərdim, çıxardım ora. Və bir saat əvvəlcədən də gedib digər kolleqalarımı narahat eləməmək üçün mən yenə də 1 saat əvvəlcədən gedirdim, üstümdə bir kitab götürürdüm, dayanacaqda oturub o kitabı oxuyurdum fransız dilində. Həm fransız dilimi inkişaf elətdirirdim, o məni məcbur eləyirdi ki, fransız dilində oxuyum. Zaten oradayam, boşam, avtobusla gedib gəlirdim. Bazar günləri çətin idi, bazar günləri çox çətin idi. Bazar günləri avtobus yox idi də, piyada. Bir neçə dəfə piyada getdim, gəldim. Ondan sonra gördüm, yox, alınmır. 10 kilometrdə piyada nə qədər gedəsən? Ondan sonra radar var burada, onu göstərir. 80-90'lıq radardır, tamam. Hə, ondan sonra özümə bir dənə velosiped aldım. Velosipedlə gedib gəlməyə başladım. Velosipedlə işə gedib gəlməyim mənim səhhətimdə çox müsbət təsirləri oldu. Mənim xarakterimdə çox müsbət təsirləri oldu. Bir insan çətinliyə, bərkə boşa düşməyəndə insan elə də inkişaf eləmir. Bizim adətən yaxınlarımız istəyirlər ki, daimi olaraq komfortda olaq, çətinliyə və s. düşməyək. Amma çətinliyə düşmədikcə insanın beyni inkişaf eləmir. Çətinliyə düşmək bizim üçün məcburidir. Özümü o istədiyim çətinliyə saldıqca da gördüm ki, bədənim get-gedə inkişaf eləyir. Və həm dil öyrənirəm, həm işləyirəm, pulum gəlir, həm artıq dostlarım yaranmışdı, ətrafımda güvənə biləcəyim dostlarım var idi. Çıxırdıq, gedirdik, gəzirdik, dans eləyirdik. Onların hamısını eləyə biləcəyim artıq dostlarım yaranmışdı. Artıq həyat mənim üçün çox gözəl idi. Hər şey yaxşı gedirdi. Sonra
bir mərhələ gəldi ki, o mərhələdə mən özüm üçün pedaqojik təcrübə tapmalıydım. Magistratura, birinci kurs. Həmin o təcrübəni tapa bilmək üçün də mən çox yerə müraciət elədim. Artıq ümidim yenə üzülmüşdü ki, bəs mənim artıq müraciət eləmədiyim yer qalmayıbdı yaşadığım şəhərdə. Müşahidə təcrübəsi idi, müşahidə eləməliydim. Yer qalmayıbdı. Bəs mən indi nə edəcəm? Həmin vaxtı yenə şansım gətirdimi deyək, ümid mənə güldümü deyək, mənə bir yerdən, Indigo Formation deyilən bir yerdən zəng gəldi. Julie adlı bir xanım mənə zəng vurdu, dedi ki, bəs biz sizə staj təklif eləmək istəyirik, pedaqojik təcrübə təklif eləmək istəyirik. Getdim, orada da danışdım, söhbət elədim, dedilər ki, biz səni staja götürəcəyik. Başladım artıq mart ayından etibarən həmin o məkanda staj eləməyə, stajımı elədim. Stajımı elədikdən sonra nə baş verdi? Mən müraciət nə deyirlər? Yəni, stajımı elədikdən sonra artıq hər şey yaxşı gedir. Birinci kurs magistraturanı yaxşı bitirdim. Problem orasındadır ki, Fransada həmin vaxtlar magistratura 1-ə girirsənsə, garantili olaraq 2-yə də girmiş sayılmırsan. Yəni, 1-ə girdikdən sonra magistraturanın ikinci kursu üçün müraciət eləməlisən. Və magistraturanın ikinci kursu üçün müraciət elədim. Müəllim dedi ki, yox, səndə dil səviyyəsi falan yoxdur. Rəsmi dil səviyyəsi lazımdır bizə. Dil səviyyən olmadığı üçün də biz səni magistratura ikinci kursuna götürə bilmərik. Birinci kursun diplomunu al, çıx get. Mən də çox pis olmuşam, çünki artıq təqaüd problemim falan da yoxdur. Əlimdə artıq iş olduğu üçün bilirəm ki, istədiyim qədər burada yaşaya bilərəm, istədiyim qədər rahat təhsilimi davam elətdirə bilərəm və s. və ilaxır. Dedim, yaxşı, bəs mən onda nə edeyim? Getdim, böyük bir risk elədim. Dedim ki, mən özümə güvənirəm. Artıq fransız dilinin səviyyələri var da, bilirsiniz. Ən aşağı səviyyəsi A1 səviyyəsidir, başlanğıc. Ən yüksək səviyyəsi C2 səviyyəsidir. Yəni, C2-dən yüksəyi yoxdur da rəsmi olaraq. Getdim, C2 səviyyəsində qeydiyyatdan keçdim. Dedim ki, mən bu imtahanı verəcəm və mən bu imtahanı uğurla keçəcəm. Özümə yəni bunu dedim. Artıq neçə ildir? 2 ildir ki, Fransadayam. Düzdür, dili heç bir zaman elə öyrənməmişəm mən, amma çox danışırdım, çox qulaq asırdım. Onun üçün də biraz özümə güvənirdim. Və oxumalar eləyirdim. Elə güvəndiyim üçün də qeydiyyatdan keçmişdim. Qeydiyyatdan keçdim, getdim. İmtahana girdim. Və mən o imtahandan həddindən artıq yüksək bir balla C2 səviyyəsini aldım. Yəni, qəşəng balla C2 səviyyəsini aldım. İndi buradan biz neyəcək? Sola dönürük də. Yaxşı, sola. Bu şey danışmadığı üçün, bu nə deyirlər ona? Bu danışırdı axı, niyə danışmır indi? Bəlkə indi danışacaq. Yaxşı, buradan bir video çəkək.
harda qalmışdım? Hə, nəysə C2 səviyyəsinə aldım. Magistratura 2-ci kursa müraciət elədim və müraciət elədikdən sonra mən qəbul oldum. Magistratura 2-ci kursuna məni qəbul elədilər, təsəvvür edin və bu mənim üçün həddindən artıq böyük bir sevinc idi. Yəni o sevinci hələ də düşünəndə xatırlayıram. Çünki o qədər mənim üçün həm çətin idi, həm inanmırdım. Hər bir uğuru qazandıqca ardınca fərqli uğurlar, fərqli qapılar açılır, fərqli arayışlar gəlir. Bu şey danışmır. Nə deyirlər ona? GPS danışmır. Bu GPS-i nətər eləyək ki, danışsın? GPS-i eləmək lazım ki, danışsın. Prenons la route en passant par D27 1951. İndi danışır, yaxşı. GPS danışmayanda yaxşı olmur da. Heç olmasa yönləndirsin, gözdə yorğunu. Tournez à droite sur D11 en direction de Buzancais. Və təbii D14 en direction du Blanc. magistraturaya girmək o demək deyil ki, hər şey güllük, gülistanlıq olacaqdı. Əksinə daha böyük çətinliklər başlayır. Daha böyük çətinliklər başlayır. Mən indi özümü sübut eləməliyəm insanlara. Magistratura 2-ci kursun dərsləri çox çətindir. Kursumuzda məni heç kim sevmir. Uşaqlar falan çox belə qısqanırlar məni, xüsusilə də fransızlar. Çünki fransızlardan daha yaxşı danışdığımı bəzən iddia eləyirdim. Elə iddiaları da açıq-açıq deyirdim mən onlara. Hə, və bəzən də həqiqətən onların səhvlərini düzəldirdim. Artıq bir mərhələ atlamışdım da. Özümə güvənim o qədər artmışdı ki, mən deyirdim ki, mən sizdən daha yaxşı bilirəm və s. və ilə axır. Bu da onları əsəbləşdirirdi ki, bəs bu nətər ola bilər də? Kimdir bu, hardan gəlib? Bizdən nətər yaxşı bilə bilər, biz fransızıq. Bu dərslər davam elədi. Kondisioner açıq. Yaxşı. Və sonra 2-ci kursun staj, pedaqojik təcrübə bölümü gəldi. 2-ci kursun pedaqojik təcrübə bölümü daha fərqli və daha çətin idi. Yəni fərqli bir ölkəyə getmək lazımdır və yaxud da fərqli bir universitetə getmək lazımdır. Orada tədris eləmək lazımdır. Dilli tədris eləmək lazımdır. Dilli tədris eləmək lazımdır. Hə. İşdə orasındadır ki, mən hansı ölkəyə necə gedəcəyimi və s. çox bilmirəm. Təzə Fransaya öyrəşirəm. Artıq 3 ildir ki, Fransada yaşayıram. Və müraciətlər eləməyə başladım. Rusiyaya müraciət elədim. Rusiyanın deyəsən Yaroslavl şəhəri idi. Türkiyənin İstanbulda hansısa universiteti bilmirəm, ora müraciət elədim. Naxçıvan Dövlət Universitetinə müraciət elədim. Bilirdim ki, orada fransız dili tədris edilir. Bir də oranın yataqxanası var. Fikirləşirdim ki, gedib elə orada yataqxanada qalaram da, rahat olar. Bir də Şəkinin Pedaqojik Universitetinə müraciət elədim. Və bunların hamısından mənə müsbət cavablar gəldi. Və mən də həmin vaxtı fikirləşdim ki, da Naxçıvanı seçmək lazımdır. Çünki çox tez çünki deyirəm, fikir verirsiniz. Fransız dilindən gəlir. Parce que deyir ya fransızca. Nəysə, həm öz həmvətənlərimə istədim ki,
bir faydam toxunsun. Həm də düşündüm ki, öz ailəmə yaxın olmuş olaram. Həm də müsbət tərəfləri o idi ki, orada yataqxana verirdilər. Yataqxana və o yataqxanada qala bilirdim. Bütün bunların işığında mən Naxçıvan Dövlət Universitetini seçdim. O universitetdə 2017-ci ilin fevral ayından mart ayına qədər 3 ay məni staja qəbul eləmişdilər. Staja başladım. O staj mənim üçün çox müsbət oldu. Tələbələr o qədər yaxşı idilər ki, müəllimlər o qədər yaxşı idilər ki, aura o qədər müsbət idi ki, yəni hər şey mükəmməl idi. Özümü həm evimdə hiss edirdim, həm indi mən Fransadan gəlmiş sayılırdım. Fransız sayılmasam da Fransadan gəlmiş və orada bir tədris prosesinə qoşulmuş sayılırdım. Müsbət hiss edirdim özümü və Tournez à droite sur D11 en direction de Buzancais. Attends, Tournez à gauche sur D14 en direction du Blanc. Tourner à droite, il a dit oui, attends, là, tourner à Tournez à droite. gauche sur D14 en direction À du droite et Blanc. après à gauche, tu vois. Le blanc. J'ai faim. Franchement, j'ai faim. S'il y avait quelque chose à manger, je mangerais bien. Mais bon, c'est pas grave. Après, qu'est-ce qu'ils foutent là? Continuez tout droit pendant 7 km jusqu'à D27. Ouais, comme ça. Le blanc. Mézier. Sizi də çox yormaq istəmirəm. Açığı biraz yorğunam. Danışmağa özüm biraz məcbur edirəm. Keçən dəfəki enerjim yoxdur. Bugün çox yorğunam. Dəhşət yorğunam. Pirusda axşam konsert vardı. Açığı o konsertə axotum yoxdur getməyə. Oradakı staj may ayında bitdi. May ayında bitdikdən sonra mən geri qayıtdım. Oteldə işim davam eləyir. Allah'a çox şükür pulum var. Sonra demək kitab yazırdım da. Mənim proyektim, ikinci kursun proyekti kitab yazmaq idi. Kitabım yaxşı gedir. Əməlli başlı irəliləmişəm. Orada pis bir viraj var. Ehtiyatlı keçək buradan. Əməlli başlı irəliləmişəm. Hər şey gözəldir və bütün bunların işığında da mən qayıdan kimi ikinci bir iş tapdım. Əlavə bir iş tapdım. Kitabxanada resepsiyonist olaraq işləməyə başladım. Yəni artıq bu mənim ikinci təcrübəm idi. Kitabxanada resepsiyonist olaraq işləməyə başladım və çox gözəl bir təcrübə idi. Çox xoşladım bunu, açığı. Və hər şey çox yaxşı irəlilədi. Həm kitabxanada işlədim, həm oteldə işimə davam elədim. Həm diplom müdafiəmi yaxşı hazırladım. Diplomumu getdim, müdafiə elədim və çox qəşəng, yüksək bir bal aldım. Və magistraturanı heç kim, xüsusilə də mənim müəllimlərim, güvənməməsinə rəğmən fərqlənmə ilə sinifdə ən yaxşı bitirənlərdən biri oldum. Fərqlənmə ilə bitirdim. Magistratura bitdikdən sonra fərqlənmə ilə bitirirsənsə, yəni 14 balı keçirsənsə, doktorantura üçün müraciət edə bilirsən. Və mən qayıtmaq fikrim yox idi. Dayanmaq fikrim yox idi. Fikirləşirdim ki, artıq bu qədər gəlmişəm. Doktorantura oxumaq istəyirəm. Və müəllimlərdən biri ilə də yaxşı anlaşırdım.
Ona demişdim, o demişdi ki, mən sənin elmi rəhbərin olaram. İrəliyərik, davam eləyərik. Sonuç olaraq doktoranturiya qeydiyyat üçün müraciət və s. elədim. Oradakı müəllimlərdən bir dənəsi mənim qabağımı kəsdi. Dedi ki, sən indiyə qədər elmi sahədə işləmədiyin üçün biz səni doktoranturaya birbaşa götürə bilmərik. Biz sənə təklif edirik ki, doktorantura hazırlığı kursuna gələsən. O hazırlığı əgər bitirsən, onda biz sənə doktoranturaya qəbul olmağa icazə verərik. Belə bir şey dedi. Və artıq dediyim kimi, hər müvəffəqiyyətin arxasında yeni istəklər yaranır. Yeni istəklərə doğru getdikcə də yeni problemlər, yeni sıxıntılar yaranır. Və bu da mənim üçün yeni bir sıxıntı idi. Yeni bir çətinlik idi. Ya mən hər şeyi atıb Azərbaycana qayıtmalıydım, ya da ki, deməliydim ki, yaxşı, mən sizin challenge-ınızı qəbul edirəm və mən doktorantura hazırlığına qəbul olub buradan müsbət bir nəticə əldə eləyəcəm. İkincini seçdim, qaldım. Doktorantura hazırlığı kursuna qəbul oldum, qeydiyyatımı apardım. Dərslərə girdim, gid dərslər, fonetikadır, nə bilim, disku raportdedi və s. və ilə axır. Çox yorucu, çox gid, çox axmaq dərslər. Heç mənim diplom işimlə, heç mənim doktorantura işimlə əlaqəsi olmayan qəribə şeylər. Təbii bir şeyə başlamışamsa onu axıra çatdırmağı daima istəyirəm. Bir şey başlayıramsa 100% onu axıra mən çatdırmalıyam. Yarı yolda qoymuram heç bir şeyi. Və normalda 2 il davam eləyəcək şey, prosto mən 3 ilə bitirdim. Bu doktorantura hazırlığını da getdim, müdafiə elədim. Oradan da bir diplom aldım. Amma artıq bitcə damcı enerjim qalmamışdı ki, mən həqiqətən doktorantura eləyim. Məni yıxdılar, sürüdülər də, belə deyim. Yıxdılar, sürüdülər. Amma axıra qədər getdim, onu da, belə deyim, müvəffəqiyyətlə bitirdim. Öz yerində. 2017-ci ildən söhbət gedir də. Bunların hamısı 2017-18-ci illər arasında baş verən hadisələrdir. 2018-ci ildə mən artıq qərar verdim ki, artıq mən 3 il yarımdır Fransada yaşayıram və Fransada da belə bir qayda vardı ki, əgər sən Fransada 2 ildir yaşayırsansa, tələbə olaraq təhsilini müvəffəqiyyətlə bitirmisənsə və işin vardısa, gəlirin vardısa, 5 il gözləməyə ehtiyac yoxdur. Müraciət eləyib vətəndaşlıq ala bilirsən. Məndə də hər şey qaydasındaydı. Həm gəlirim var idi, həm işləyirdim, həm belə deyim də, asosiyativ olaraq yararlı bir fərd idim. Onların hamısını nəzərə alaraq götürdüm, sərsənədimi yığdım, 2018-ci ildə göndərdim vətəndaşlıq üçün. Qəbul olundu. Dedilər, intervyuya çağıracaq səni.
Hə, amma mənim işim biraz yavaş getdi. Yəni mən 2018-ci il artıq 3 il yarım idi Fransadaydım və bilirdim ki, mən artıq vətəndaşlığa münasibən vətəndaşlığı almış sayılıram, amma kağız-çuğuz işləri Fransada o qədər yavaş gedir ki, mənim intervyumu çəkdilər 6 aydan 1 ilə, 1 ildən il yarıma, il yarımdan 2 ilə, yəni 2 il mən gözlədim ki, məni intervyuya çağırsınlar. Hər dəfəsində bir bəhanə çıxırdı, hər dəfəsində bir şey olurdu. O intervyuya mən gedə bilmirdim. Amma gecə tezi var, gecə tezi məni intervyuya çağırdılar. Getdim, intervyum çox gözəl keçdi. Bu intervyudan sonra hər şey sürətləndi. 2020-ci ildə deməli mən vətəndaşlıq aldım rəsmi olaraq. Yəni bir tərəfdən mənfi şeylər olurdu, digər tərəfdən çox müsbət şeylər olurdu. Vətəndaşlığı belə sürətli bir vəziyyətdə ala bilmək hər oğulun işi deyil, mən onu bilirəm. Və həmin bu mənfilərin arasında başqa müsbətlər də oldu. Mən prava imtahanı üçün 2018-ci ildən söhbət gedir. 2018-ci ilin noyabr ayıdır. Noyabr ayı mənim tələbə yoldaşım dedi ki, biz qonşu şəhərdə mən 6 saatlıq fransız dili dərsi deyirəm. Başqa şəhərə gedəcəm, adam axtarıram ki, məni əvəzləsin. Hə. CV-mi göndərdim, məni qəbul elədilər o işə. 50 kilometr bizdən uzaqda olan bir liseydə idi. Amma dedilər ki, sənin pravan olmalıdır. Pravan olmasa biz səni davamlı işə götürə bilmərik. Mən də adamlara dedim ki, qardaş, mən 2 ay içərisində pravanı keçib sizə pravamı göndərəcəm. Yəni onlara bir söz verdim ki, 2 aya mən keçəcəm. 2018-ci ildir. Getdim, bu sözü verdikdən sonra oturdum. Həmin vaxtı yenə oteldə işləyirdim. Oturdum, 3 gün prava ilə bağlı olan bütün sualları oxudum, cavabladım, öyrəndim. 4-cü günə keçəndə dedim ki, mən hazıram. Gedirəm mən pravanın nəzəri hissəsinin imtahanına girəm. O da asandır, qeydiyyatdan keçirsən, qeydiyyatdan keçdikdən sonra gəlirsən bir tabletin üzərində işlə cızırsan da 40 sual olur, 40 sualdan 35 dənəsini düz yazmalısan. Mən də getdim, girdim, ilk dəfədən pravanın o nəzəri hissəsinin imtahanında 36 düz gəldi. 36 düz, amma mən indi heç bir zaman maşın sürməmişəm axı. Heç bir zaman maşın sürmədiyim üçün mən çoxlu sürüş öyrənməliyəm. Lap çoxlu. Çoxlu sürüş öyrənməliyəm. Hardasa getdim avtoşkolya, avtoşkola dedi ki, sən qardaş, hardasa bir 40 saat falan gəlməlisən, özdə o vaxtı da bahaydı. İndi bəlkə də daha da bahadır. Deməli, saatı 45 avrodan. Elə bir 40 saat hesablayın da, nə qədər eləyir? Hardasa 2000-ə yaxın pul eləyir də, düzdür? Özdə 40 yox, 45 saat axırda getdim, yəni o qədər də sürətli öyrənmirdim. Hə. Nəysə, adama dedim ki, mən tez almalıyam da bu pravanı. Ona görə mümkün olsa mən hər gün 3 saat, 4 saat sürüm də, alınar elə bir şey. O da dedi ki, niyə alınmır? Problem yoxdur. Hər gün 3 saat, 4 saat getdim, sürdüm və
2018-ci ildə mən pravamı aldım. İmtahandan yaxşı keçdim. 2 ay içərisində təsəvvür edin, pravamı aldım və işə davam elədim. Burada saxlayıram, çünki çox yoruldum, dəhşət yorğunam. Sizi də yormaq istəmirəm. Amma videonu bağlamıram, yolu görməyinizi istəyirəm, qəşəng yollardan keçirəm.